değerli sənətkarlar və incəsənət sevərlər. Hər birinizi rəssam və modelyer dizayner Lalə Cəbrayılovanın təşkilatçılığı ilə ərsəyə gələn Milli Mənəvi Dəyərlərimiz adlı sərgidə salamlayır. Azərbaycan Respublikasının dövlət himni səslənir. Burada bizi bir araya getiren çok değerli ve mənalı bir mövzu var. Milli mənəvi dəyərlərimiz. Bir xalqı yaşadan yalnız onun tarixi deyil, həm də əsrlər boyu qoruyub saxladığı mədəniyyəti, adət-ənənələri və mənəvi mirasıdır. Azərbaycan xalqı zəngin mədəni irsi, incəsənəti və dəyərləri ilə hər zaman seçilir. Bu dəyərlər bəzən bir rəssamın fırçasında rəngə çevrilir, bəzən bir modelyerin yaratdığı geyimdə milli ruh kimi yaşayır. Bugünkü tədbirdə həm tanınmış, həm də gənc rəssamların əsərləri, eləcə də milli mənəvi dəyərlərimizi əks etdirən xüsusi geyim kolleksiyaları təqdim olunacaq. Bu sərgi və nümayişlər vasitəsilə Azərbaycan xalqının zəngin mədəni irsi incəsənətin müxtəlif istiqamətlərində tamaşaçılara çatdırılacaq. Bu layihənin əsas məqsədi milli kimliyimizin qorunması və təbliği, yaradıcı insanlara dəfini milli mənəvi irsimizə yönətməkdir. Ümid edirik ki, bugün təqdim olunacaq hər bir əsər və hər bir kolleksiya milli ruhumuzu, tariximizi və dəyərlərimizi bir daha hiss etməyimizə səbəb olacaq. Elə isə icazənizlə milli mənəvi dəyərlərimiz mövzusunda incəsənət tədbirini açıq elan edirik. Fürsətdən istifadə edib bu gözəl tədbirin ərsəyə gəlməsi bugün incəsənətin dili ilə bir daha yaşadılır. Müasir Təhsil Mərkəzi, Elmlər Tədris Mərkəzi, Bayraqdar Tədris Mərkəzi və Xətai Sənət Mərkəzi alqışlarınızla təşəkkürümüzü bildirək və tədbirimizin geniş auditoriyaya çatdırılmasında və ictimaiyyətə təqdim olunmasında informasiya dəstəyi göstərən media tərəfdaşlarımıza da dəyərli təşəkkürümüzü bildiririk. Lütfən onları da alqışlayaq. Bugün incəsənətin dili ilə bir daha yaşadılır. Müasir Təhsil Mərkəzi, Elmlər Tədris Mərkəzi, Bayraqdar Tədris Mərkəzi və Xətai Sənət Mərkəzi alqışlarınızla təşəkkürümüzü bildirək və tədbirimizin geniş auditoriyaya çatdırılmasında və ictimaiyyətə təqdim olunmasında informasiya dəstəyi göstərən media tərəfdaşlarımıza da dəyərli təşəkkürümüzü bildiririk. Lütfən onları da alqışlayaq. Və dəyərli qonaqlar növbə çatdı, dəyərli münsif heyəti ilə tanışlığa. Moda brendinin rəhbəri Validə xanım Hüseynova, xoş gəlmişsiniz Validə xanım və Şəhla Əlifova. Şəhla xanım, siz də xoş gəlmişsiniz. Elm və Tədris Mərkəzinin direktoru Nurani xanım Fətullayeva. Nurani xanım, xoş gəlmişsiniz. Və rəssam Mina Məmmədova. Mina xanım, siz də xoş gəlmişsiniz. Hörmətli münsiflər heyəti, indi isə söz sizdədir. Sizdən xahiş edirik, təqdim olan rəsmləri diqqətlə qiymətləndirəsiniz və onların bədii dəyərini, mövzunun ifadəsini və yaradıcı yanaşmanı nəzərə alaraq qalibləri müəyyənləşdirəsiniz. Əminik ki, sizin peşəkar yanaşmamız nəticəsində ən layiqli əsərlər seçilərimiz olacaq uşaqların arasından və 3 qalibimiz olacaq böyüklərin arasından. Hörmətli tədbir iştirakçıları, söz verilir layihənin müəllifi və təşkilatçısı, gözəl təşəbbüsün ərsəyə gəlməsində böyük zəhməti olan Lalə Cəbrayılovaya. Buyurun Lalə xanım, söz sizlərdir. Hər biriniz xoş gəlmişsiniz, əziz valideynlər, incəsənət xadimləri, iştirakçılarım, hər biriniz xoş gəlmişsiniz. Milli Mənəvi Dəyərlərimiz adlı sərgini təşkil etməkdə məqsədim hər kəsi, yəni keçmişini unutturmamaq, gənclərimizə nəy olmağı çalışırıq. Bizim də inşallah görəcəksiniz ki, gözəl geyimlərimiz ərsəyə gəlir, milli mənəvi dəyərlərimizlə bağlı və gözəl rəsmlərimiz nümayiş olunur. Gəlmisiniz. Hər kəsə minnətdarlığımı bildirirəm. Bu sərgidə əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm. Başda Lamiyə xanım və Natiq müəllim olmaqla
çox əziyyətləri keçib, var olsun. Gələn ayaqlarınız var olsun, bu son deyil, hələ başlanğıcdır. İnşallah daha gözəl sərgilərdə yenə belə birləşərik. Lalə xanım, təşəkkür edirik, çox sağ olun. Hörmətli qonaqlar, indi isə proqramımıza qısa bir musiqili fasilə ilə davam etmək istəyirik. Musiqi hər zaman insanın ruhunu oxşayan və incəsənətin ən gözəl ifadə vasitələrindən biridir. İndi isə sizi gözəl ifa ilə baş-başa buraxırıq və səhnəyə dəvət edirik Məryəm Xeyrullayeva. Üçün dəyərli müsiflər, sizdən ricamız olacaq. İndi ard-arda 2 rəqs nömrəmiz olacaq və bu müddət ərzində istəyirik bu fasilədən səmərəli istifadə edək. Sizdən rica edirik, qalxasınız və rəsm əsərlərini qiymətləndirəsiniz. Yenə də nəzərinizə çatdırım ki, 2 kateqoriya üzrə uşaqlar və böyüklər arasında və hər birindən 3 qalib seçəcəksiniz. 1-ci, 2-ci və 3-cü yerin qalibi və mən istərdim ilk rəqs nömrəmizi elan edim. Məryəm Eyyubovanı səhnəyə dəvət edirik alqışlarınızla. Şəfa Qasımova. Alqışlayırıq Şəfanı. Dəyərlərimizi öz yaradıcılıqlarında əks etdirən modellerlərin hazırladıkları xüsusi
olsa lazım. Səhnəyə modellərimizi ardıcıllıqla dəvət edəcəyik. Hazırlaşan dəyərli modellər, onların hər biri öz yaradıcılığında milli ruhumuzu və estetik dəyərlərimizi fərqli formada təqdim edir. Münsiflərimiz yerlərini alsınlar. Mən ondan sonra modellərimizi ardıcıllıqla səhnəyə dəvət edirəm. Mən sizi ardıcıllıqla səhnəyə dəvət edəcəm. İlk öncə Xəyalə Məsimovanı dəvət edirik. O 3 geyim təqdim edəcək. Münasibətilə də hər birinizi təbrik edirəm. Zamanda geyimlər üzərində gələcək. Mən ümid edirəm ki, modelyerlər, eyni zamanda rəssamlar da bütün milli dəyərlərimizi çox gözəl şəkildə, müxtəlif rənglərlə temalarda əks elətdirib izləmələr. Naibə Mirzəliyevanı dəvət edirəm və 2 geyim nümayişi olunacaq. Naibə xanım, xoş gəldiniz. Yəqin ürək sözünüz var. Salamlayıram hər kəsi və qarşıdan gəlir Qadınlar Bayramımızı təbrik edirəm, əziz xanımlar. Sonra isə Novruz Bayram gəlir və kişilər, xanımlar, hər kəsi təbrik edirəm. Və buyurun, yeni kolleksiyadır, bu da milli ornamentdən ibarətdir. Mənə də gəlir ki, gözünüzü oxşayaram az da olsa. Çox sağ olun, minnətdaram.
Ayşən Qasımova, Səlmaşən xanıma özün yaxınlaşın. Nurani Səsyanova aid idi müziklərimizin diqqətinə və növbəti xanımı Sahibə xanım Abdullayevanı dəvət etmək istəyirəm və iki geyim nümayişi olacaq. Tamam, nümayişə başlayaq. Nədir sənin adın? Araz. Gəl Araz belə baxaq qonaqlarımıza. Araz Məmmədov. Məmmədli. Araz Məmmədlini alqışlayırıq. Araz, sənin neçə yaşın var? 6 yaşın var. Yəqin 1-ci sinifə gedirsən. Ya hələ məktəbə qədərdəsən? 1-ci sinif. Birinci sinifə gedir Araz. Araz, şeir demək istəyirsən bizə, hə? Al, mikrofonu verirəm sənə. 8 Mart'dır anacan, lap tezdən oyanmışam, əllərimdə gül çiçək qarşıda dayanmışam. Təşəkkür Araz. Mamanın adı nədir? Fərdə xanım, Araz sizi təbrik eləyir. Bütün Azərbaycan xanımlarını təbrik edirik. Alqışlayaq özümüzü. Təşəkkürlər Araz, çox sağ ol. Ən cəsarətli sən oldun. Başqa kim olmuşam milli rəqsə. Ona görə mən münsif kimi baxıram bütün rəqs eləyən qızlarımıza. Sənin adın nədir? Bənövşə. Bənövşə, xoş gəlmişsən. Neçə yaşın var? 8 yaşın var. 3-cü sinifdə oxuyursan? 2-də oxuyursan. Hə. Demək belə, Bənövşə,
Sən rəqsə getmisən, hə? Gedirsən hal-hazırda da. Hansı rəqsi ifa eləmək istəyirsən? Səni musiqi seçək. Haydi şükürler. Ay qaşı gözü qara qız. Natiq. Arxanın bənəfşə. Mən təbii ki, müsibət heyətimizin seçimindən heç vaxt narazı olmamışam. Hər biri canım ciyərimdir, dəyər verdiyim insanlardır. Amma iştirakçılarıma, valideynlərimə də önəm verirəm. Buna görə biz müsibət heyətimizə bir əziyyət verəcəyik. Modelyerlərimizi seçim etsinlər, kimlər qalib olacaq. Və daha sonra zəhmət olmasa uşaqların işlərinə bir də göz açsınlar, nəzər yetirsinlər. Təqdim edək. Yəni, mən seçimlərdə o qədər halal bir insanam ki, mən seçimlərdə özüm iştirak eləmirəm. Təbii ki, mənim də çox xoşum gələn işlər oldu, fikrimi bildirməyə çalışıram, amma